hüquq məsələsinə gəldikdə, hüquq alınır, verilmir. Mən seminarda da həmişə deyirəm, xanımlara deyirəm ki, siz öz hüququnuzu almazsınız, heç kimsə hüquq verməyəcək. Aydındır və tarixdə də bunun misalı var. Fransada feministlər, aktivistlər, onlar deyirlər ki, biz küçədə gedəndə bizi əllə işarət göstərirlər və daş atırlar ki, bunlar feministlərdir, qadın aktivistlərdir. İndi düzdür, bunu da deyim haşi olaraq, Azərbaycanda feminizm adı çox pisdir, hallanır, negativ hallanır. Bunun da səbəbi nədir? Bunun da səbəbi budur ki, bəzən feminizm məsələsi adiyyəti olmayan insanlar tərəfindən təbliğ olunur. Ona görə cəmiyyətdə bir mənalı qıcıq yaranır. Mən həmişə seminarlarda da bəzən dövlət qulluqçularla görüşəndə də bunu deyirəm. Əgər bu məsələ adiyyəti insanlar tərəfindən düzgün təbliğ olunursa, insanlarda bu məsələyə şiddət və negativ baxış olması və bu təkcə Azərbaycana xas bir məsələ deyil. Biz bir dəfə Cahit bəylə bir yazıçı, Amerikalı bir yazıçı müsahibə verdik. O özü dedi ki, Amerikanın özündə belə feminizm məsələsi ailə dağıdan bir institut olaraq təsvir olunur. Halbuki elə bir şey deyil. Mən 6 ildir bu işin içərisindəyəm. Hələ heç bir koordinatordan, heç bir şəxsdən eşitməmişəm ki, desin ki, get bacardığın qədər ailələri dağıt. Əksinə, bizim danışdığımız məsələlər ailələri möhkəmləndirir. Yəni biz nə deyirik? Şiddət olmasın. Şiddət olmayan yerdə ailə möhkəmlənir, nəinki dağılır. Ona görə düzgün maarifləndirmə çox önəmlidir.